Hər vaxtınız xeyir olsun. Bu videoda Nicat Baxışzadənin sınaq toplusundan sınaq 11 izahını verirəm. İlk öncə demək istəyirəm ki, əgər PDF kimdəsə yoxdursa, PDF əldə etmək istəyirsinizsə, yuxarıda gördüyünüz nömrənin WhatsApp-na yaza bilərsiniz. PDF-i sizə göndərə bilərəm. Gəlin başlayaq. Birinci sual bizə deyir ki, fx budur, jx budur. Deyir, bu funksiyalar üçün f-in törəməsi j-nin törəməsinə bərabərdirsə, bu tənlidir, həll elə. Əvvəla fx və jx-in törəməsini taparam. Başlayaq fx-in törəməsini tapmaqdan. Deməli, biz bilməliyik ki, 1 böl x-in törəməsi 1 böl x kvadrat edir, düzdür? Ona görə mənfi 12 qalır qarşıda. 1 böl x-in törəməsini yerinə yazıram 1 böl x kvadrat. Mənfi 1 böl x kvadrat. Və bunlar da bir-birinə dəyəsi olsa 2 mənfi müsbəti verəcəyi üçün 12 böl x kvadrat eləyəcək. Yenə də burada bir kənardan qeyd edirəm. 1 böl x-in törəməsi mənfi 1 böl x kvadratdır. Bunu nəzərinizdə saxlayın. Daha sonra jx-in törəməsini tapmağa gedirəm. Burada 4 əmsal kimi qalır qarşıda. Ln-in törəməsi bilməliyəm ki 1 böl x-i verir. Yazıram kənardan. Ln x-in törəməsi 1 böl x idi. Ona görə ln 4x-in törəməsi 1 böl 4x olur. Həmçinin digər tərəfdən unutmayın ki, mürəkkəb funksiyaların törəməsində x-in yerində duranın törəməsinə də vururduq. Bizdə x-in yerinə 4x durub, düzdürmü? Ona görə də əlavə olaraq 4x-in törəməsinə, yəni 4-ə də vurmalıyam. Burada da ixtisarlar gedəsi olsa, bizə verəcək 4 böl x. İndi gələk tənliyi həll etməyə. Tənliyin şərtinə görə 12 böl x kvadrat bərabər olmalıdır 4 böl x-ə. İndi bir məsələ daha var. Burada biz ixtisarlar eləyə bilərik. Məsələn, 4 ilə buradakı 12-ni ixtisar aparsaq və daha sonra da çarpaz vura bilərik. Çarpaz vursaq, alınacaq x kvadrat çıx 3x bərabər 0. Əslində belə olur. Baxın, x kvadrat bərabər 3x olur çarpaz vuranda. Sonra x kvadrat çıx 3x bərabər 0 alınır. Biz bunun köklərini tapmaq üçün x ortaq vuruq kimi mötərizə xaricinə çıxarmalıyıq. Buradan köklər x bərabər 0 və x bərabər 3 alınır. Amma bir məsələ var ki, bu köklərin təbii ki, hər ikisi cavab deyil. Düzgün cavab x bərabər 3-dür. B variantı. Niyə bəs 0 ödəmir? Çünki mən 0-ı aparıb burada yerinə qoyanda alınacaq orada ln, təbii ki 4 əmsal olaraq qalır, olacaq ln 0. Bilməlisiniz ki, ln 0 deyilən bir anlayış yoxdur. Yəni, loqaritmik funksiyalarda həmişə yuxarı hissəsi, yəni ki, loqaritmin altı ifadə mütləq şəkildə həmişə 0-dan böyük olmalıydı. Ona görə də oradakı ln 4x-ə görə loqaritmin bu hissəsindəki ifadə həmişə 0-dan böyük olduğu üçün gərək 0-dan böyük olsun. Ona görə biz 0-a bərabər olan kökü kənar kök götürəcəyik. Yəni, onu götürməyəcəyik. İkinci sual çox maraqlı və asan sualdır. Əvvəla nə edərəm bu çox həddin dərəcəsini tapmaq üçün? Baxıram birinci mötərizədə ən böyük dərəcəyə malik olan x üstü 8-dir. Digərləri kiçikləri sanki silirəm. Görməzdən gəlirəm. Sonra baxaq ikinci mötərizəyə. Burada da eyni məntiqdən 20-dir ən böyük olan. Və qüvvətlərdəki 50 və 4 uyğun olaraq vurulmalıdır. Yəni, necə olacaq? X üstü 8-in üstündə 50 var. Vur. X üstü 20-nin üstündə də 4 var. Belə yazanda şagirdlər daha yaxşı başa düşür adətən. Çünki mən 8-i 50-yə vurmalıyam deyəndə şagird deyir, niyə vurmalıyam? Çünki qüvvətində olur. Ona görə də bilməliyəm ki, onlar vurulmalıdır. Olacaq x üstü 400 vur. X üstü 80. Son olaraq da təbii ki, əsaslar eyni olanda qüvvət üstlər toplanılır. Artıq bunları toplamaq lazımdır, vurmaq yox. Ona görə cavab olar B. Üçüncü suala baxırıq. M ifadəsi verib, bunu sadələşdir. İlk ikisinə baxsaq, əslində orada kvadratlar fərqi yaranır. Bilirsiniz hansı düsturdur? Bir dəfə x-lə y-i sanki toplayıb, bir dəfə isə eyni şeyləri çıxıb. Bilməliyəm ki, bu mənə x kvadrat çıx y kvadratını verir. Yəni ki, baxın, bu iki hissəsindən gedir sadəcə söhbət. Hələ buranı demirəm. Bu ikisi bizə verəcək 6-cı dərəcənin kök altına a-nın kvadratı çıxılsın 6-cı dərəcənin kök altına a-nın kvadratı, b-nin kvadratı. Baxın, bu şəkildə. Daha sonra burada 6 ilə 2 ixtisar gedəndən sonra olacaq 3-cü dərəcənin kök altına çıxılsın. Burada da eyni məntiqlə 3-cü dərəcənin kök altına b. Düzdür. Ona görə mən m çoxhədlisinin yerinə, bax, bu ikisinin hasilinin yerinə buradan aldığımı yazıram. Yəni, 3-cü dərəcənin kök altında a çıxılsın, 3-cü dərəcənin kök altına b. Və misalın özünün davamında olan mötərizəni yazıram.
Aha, buradan artıq yəqin ki, artıq nələrsə hiss elədiniz. Bu hansısa düstura oxşuyur, hansısa müxtəsər düsturuna. Hansı düstura? Əlbəttə ki, bəli, kublar fərqinə. Kublar fərqi nə idi? Deyir ki, x çıx y və x kvadrat üstəgəl x, y üstəgəl y kvadrat. Belə mötərizələr gördünsə hasili bilməlisən ki, o kublar fərqidir. İndi bu düsturu tətbiq eləyəsi olsam, m-i necə açaram? Təbii ki, bizdə x-in yerinə bu durur, y-in yerinə bu durur. Onların kublarının fərqi olmalıdır, düzdür? Kök altında a-nın kubu çıxılsın, kök altında b-nin kubu. Təbii ki, kublar burada ixtisar gedəcəyi üçün burada da həmçinin a çıx b ifadəsi qalmış olar yekun olaraq D variantı. Dördüncü sualda a-nın modulunu, b-nin modulunu və onların arasında qalan bucağın pi bölü 3, yəni 60 dərəcə olduğunu verib və vektorlar skalerasını soruşur. Əvvəla gəlin soruşulandan başlayaq. Yəni 3a çıx 2b və 5a çıx 6b bunları vurub açaq. Əslində üstündə hər dəfə oxları yazmalısınız. Sadəcə mən vaxt çox getməsin deyə oxları yazmadan birbaşa vurub açacağam. Burada vurub açsaz, baxın 15a kvadrat düzdür, çıxılsın 18 AB çıxılsın 10 AB və üstəgəl 12B kvadrat. Belə bir ifadə alaram. Bərabər. Növbəti mərhələdə bir balaca sadələşdirib bu hissəni düzəldəsi olsam, olacaq 15A-nın kvadratı üstəgəl daha doğrusu çıxılsın 28AB üstəgəl 12B kvadrat. İndi məsələ nədən ibarətdir? Bu skaler hasildir, A və B-nin skaler hasildir. Bunu biz yuxarıda verilən şərtlərə görə tapa biləcəyik. Bəs bunların kvadratları nədir? Yadda saxlayın, istənilən vektorun kvadratının yerinə onun modulunun kvadratını yazmaq olar. Məsələn, mən burada A vektorunun kvadratının yerinə A-nın modulunun kvadratını yaza bilərəm. 28 vur, AB ilə işim yoxdur, qalsın yerində. Burada da eyni məntiqlə B-nin yerinə B-nin modulunun kvadratını yaza bilərəm. İndi modullar var, gedək bir dənə skaler hasil tapaq. Yazıram onun kənarda. A vur B. Skaler hasilin düsturu var idi, yadınızdadırsa. Deyirdik ki, A-nın modulu vurulsun, B-nin modulu vurulsun, aralarında qalan bucağın kosinusu. İndi yuxarıda verilənlərə əsasən hesablasaq, 4 vur 6 vurulsun kosinus pi bölü 3. Düzdürmü? Kosinus pi bölü 3, yəni kosinus 60 dərəcə bizə 2-də 1 verdiyi üçün 24-ü də 2-də 1-ə vursam eləyəcək 12. Demək ki, baxın, bu skaler hasilinin yerinə qoymalıyım 12. Yəqin ki, aydındır. Əgər sürətli danışıramsa, videonu sürətini azaltmağa çalışın. 1x-dən daha aşağı qoymağa çalışın. İndi baxın, modula bizə verilmişdi. 4 idi. 15 vur 4-ün kvadratı çıx 28 vur skaler hasil, yəni 12. Üstəgəl 12 vur modul B-nin kvadratı, yəni 6-nın kvadratı. Sadəcə bunu hesablayırıq. Yəni, əlavə bir işi yoxdur. Olacaq 15 vur 16, o bizə 240 verir. 28-i 12-yə vuranda olacaq 336. 12-ni 36-ya vuranda bu da 432 eləyir ki, yekun cavabı da olacaq 300. Bu da bizə təkrar 336 verəcək və olacaq cavab Y variantı. Davam edirik 5-ci sualdan. Fəzada düz xətlər müstəvi bölməsinə aid sualdır. Maraqlı, rahat sualdır əslində. Oxşarlığa gedəcək axırı. Sualı keçməzdən əvvəl istəyirəm ki, bir məlumata diqqətinizə çatdırım. Əgər bu videonu izləyən aranızda 10-cu sinif olanlar varsa, mütləq şəkildə yay dərslərimlə maraqlanmaq üçün yuxarıda qeyd olunan nömrəyə yaza bilərlər. Çünki yayda hazırlığa başlamaq, yayda dərslərə başlamaq əlbəttə ki, sizi digər şagirdlərdən, sentyabrda başlayanlardan nəinki 1-0, 10-0 öndə eləyəcək. Ona görə də məsuliyyətsizliyi, tənbəllik eləmək lazım deyil. Əmin olun ki, yayda insana daha çox həvəs gəlir. Çünki yayda kənar hər hansısa fikrinizi yayındıracaq şeylər olmur. Burada təcrübə danışır. Əmin olun, o yollardan biz də vaxt ikən keçmişik. Ona görə də bu məsləhətləri sizə rahatlıqla verə bilirəm. Özüm 555 bal toplamışdım vaxt ikən və əmin olun ki, riyaziyyatın özünü mən sadəcə, yəni bəzi şeylərdən o qədər də mükəmməl bilmədiyim üçün hazırlaşım da, eyb yox, hazırlaşım məqsədilə sadəcə 11-ci sinifdə riyaziyyatdan hazırlaşmışdım. 7-ci sinifdən deyirdim ki, mən riyaziyyat müəllimi olacağam, nöqtə. Yəni çox qətiyyətli şəkildə əmin idim qərarıma. Ona görə də riyaziyyatı həmişə şagirdlərimə deyirəm, illərdir, yəni riyaziyyatı böyütmək lazım deyil gözünüzdə.
ən vacibi də odur ki, əzbərləmək, nifrət etmək lazım deyil. Çünki riyaziyyat əzbərlənəndə getmir. Başa düşmək lazımdır, anlamaq lazımdır və bunun üçün də təməl düzgün qurulmalıdır. Bəzən elə olur ki, inanın, şagird 11-ci sinifdə imtahana az qalıb gəlir ki, mən sizin dərslərinizə qoşulmaq istəyirəm. Deyirəm, yaxşı eləyirsən, amma bu vaxt mən necə səni götürüm? Olmur elə. Çünki artıq başqa müəllimin metoduna öyrəşmiş bir şagird artıq biraz çətinlik çəkir. Niyə çətinlik çəkir? Çünki onun vaxtı azdır. Mən ona başdan başlaya bilmirəm. Məcburam onun istədiyi yerdən və yaxud da qaldığı yerdən başlayım. Belə olanda da nəticə əlbəttə ki, ürək açan olmur, istədiyimiz kimi olmur. Ona görə də ən başdan düzgün müəllim seçmək vacibdir. Onsuz da mənim nəticələrim və yaxud da şagirdlərimin rəyləri, valideynlərimin rəyləri həmişə göz önündədir. Çalışın ki, düzgün müəllim seçin ki, sonra da ay riyaziyyat öyrənə bilmirəm, riyaziyyat çətindir deməyəsiniz. Deməli, 5-ci sualda AB parçasını demək müstəvilə kəsmək lazımdır. Bu bizim müstəvimizdir. Bir dənə də AB parçası çəkək. Ucu A və B olur. Deyir ki, C nöqtəsində kəsir. Bu nə deməkdir? Yəni bu nöqtə C-dir. Daha sonra deyir ki, BC parçası AC-dən 2 cm böyüdür. Baxın, 2 dəfə demir, 2 cm deyir. Mən AC-yə X yazsam, o zaman BC X plus 2 olar. Düzdür? İndi deyir ki, parçanın uclar deyəndə AB nəzərdə tutulur. Həmin o AB müstəvidən 3 və 5 cm məsafədədir. Baxın, müstəvidən məsafə deyəndə belə perpendikulyara endirməlisiniz, bilirsiniz ki, biri 3-dür, biri 5. Təbii ki, 3-ü bura, 5-i bura yazaram, çünki kiçik olana kiçik, böyük olana böyük. İndi oxşarlığı necə quracaq? Gələk o hissəyə. Baxın bir dənə, bura mən alfa desəm, burada alfa olar, çünki onlar qarşılıqlı bucaqlardır. Və görürsünüz ki, bu üç bucağın bucaqları alfa və 90-dır. Həmçinin bu üç bucağın da bucaqları alfa və 90-dır. Ona görə də qənaətə gəlir ki, bu iki üç bucaq bir-birinə oxşar. Oxşar olduğu üçün nisbəti belə quraram. Balaca üç bucaqda alfanın qarşısında duran tərəf 3-dür. Böyük də alfanın qarşısında duran tərəf 5-dir. Yazıram 3-ün 5-ə nisbəti bərabər. İndi keçirəm 90 dərəcələrə. Balacada 90-ın qarşısında x durur. Böyükdə 90-ın qarşısında x plus 2 durur. Belə bir nisbət. Çarpaz vuraq 5x bərabərdir 3x üstə gəl 6. 2x bərabər 6. X bərabər 3. İndi bizə nə deyildi? BC parçasının uzunluğu. Baxın, BC-yə biz ən başdan x plus 2 demişdik axı. Ona görə də 3 plus 2, yəni cavab olacaq 5. D variantı. Baxırıq 6-cı suala. Trigonometrik tənliyə sualıdır. Əvvəla bilməliyəm ki, vuruqların hasili 0 olanda hər bir vuruğu 0-a bərabərləşdiririk. Həm kosinus x bərabər 0, həm də 1 plus tangens x bərabər 0 yazıram. Bilməliyəm ki, tangensin açılışında sinus böl kosinus olduğu üçün və kosinus x burada məxrəcə düşdüyü üçün bilməliyəm ki, o 0-dan fərqli olmalıdır, düzdür? Burada isə deyirdi ki, kosinus 0 olsun. Bu mümkündürmü? Təbii ki, yox. Ona görə də bu hal boş çoxluqdur, ödənməyəcək. Yalnız sağ tərəfi həll eləyəcək. Yəni, buradan alaram ki, tangens x bərabər -1-dir. X-i tapmaq üçün tangens tənliklərinin həlli belə idi. Arctangens A üstə gəl pi k. Yəni, x bərabərdir. Arctangens -1 üstə gəl pi k. Tangens funksiyası tək funksiya olduğu üçün demək, neyər? Mənfini çıxarar arctangens qarşıya. Yəni ki, olacaq mənfi arctangens 1 üstə gəl pi k. Yadda saxlayın, bu arc funksiyalarında tək neydi? Tərs trigonometrik funksiyalarda arcsinus və arctangens, bunlar ikisi təkdir, yəni mənfini qarşıya çıxarır. Amma arccosinus, arccotangens, yəni qoşa c hərfi olanlar ki var, onlar nə tək, nə cüt olduğu üçün mənfilər olanda pi-dən çıxılır. Məsələn, atıram indi burada bir dənə nümunə yazıram. Arccosinus mənfi 2-də 1 görsəz, bilməlisiniz ki, bunun cavabı pi çıxılsın. Arccosinus 2-də 1 deməkdir. Yəni, pi-dən müsbətli versiyasını çıxmalısınız. Eyni şey arccotangens üçün də keçərlidir. Nəysə, x bərabər olacaq. Bilməliyəm ki, tangens 1-i alır. Deməli, pi böl 4 olacaq. Mənfi pi böl 4 üstə gəl pi k. Bu da bizə hansı variantı verir? Mənfi pi böl 4 A variantı. Sonra gedək, baxaq 7-ci suala. Deməli, ifadəsi verilibdir, hesabını eləyərəm. Sürətdə sadələşdirmə eləmək istəyirəm. Burada sinus 20 görürəm, kosinus 70 görürəm. Gəlin belə eləyək, sinus 20 yerinə kosinus 70 yazaq. O zaman belə olacaq da, kök altında 3, kosinus 70, vurulsun tangens 15. Dərəcələri yazmıram, vaxt getməsin deyə üstünə dərəcə işarələri qoymuram, siz özünüz
Başa düşürsünüz zaten. Daha sonra 2 kosinus 70 vur 1 çıxılsın tangens kvadrat 15. Belə bir ifadə. Burada təbii ki bilirsən ki kos 2 70'lər ixtisar olunub. Sürətdə qalır kök altında 3 tangens 15. Məxrəcdə isə qalıb 2 vurulsun bu, yəni 2 vur 1 çıxılsın tangens kvadrat 15. Növbəti mərhələ. Baxaq görək nə etmək olar. Əslində mən istəyirəm ki, tangensi açım. Çünki tangensi açsaq bizim üçün daha faydalı olar. Söhbət nədən gedir? Bu hissəyə diqqətlə baxın. Bu hissə mənə hansısa düsturu xatırlatmalıdır. Görəsən xatırladırmı? Düsturu aşağıdan yazmaq istəyirəm. Tangens alfa bölünsün 1 çıxılsın tangens kvadrat alfa. Əgər bu düsturun burasında 2 olsaydı, düzdür. O zaman bu bizə verərdi tangens 2 alfanın düsturunu. Düzdür. Amma bizim bu yaşıl rəydə rəylədiyimiz hissədə 2 yoxdur. Yəni 2 dəfə azdır. Əgər bu belədirsə, mən hər tərəfi 2-yə bölsəm, tangens alfa bölünsün 1 çıxılsın tangens kvadrat alfanın yerinə mən tangens 2 alfa böl deməli 2 yazmalıyam və bir şey də nəzərinizə çatdırım ki, alfa deyəndə burada elə 15-i nəzərdə tuturuq da. Onda mən kökdə 3 böl 2-ni saxlayıram qabaqda. Bu yaşıl kəsirin yerinə tangens 2 alfa böl 2 düsturuna görə yazıram tangens 15 vur 2 böl 2. Burada təbii ki 15 vur 2 arqumentdir. Ona görə mötərizdə yazıram. Olacaq kökdə 3 böl 2 vurulsun tangens 30 dərəcə. Tangens 30 dərəcə böl 2. Deməli, nə edərəm? Son olaraq tangens 30 dərəcə kökdə 3 böl 3'dür də bilirəm. Onda olacaq kökdə 3 böl 2 vurulsun. Tangens 30'un yerinə kökdə 3 böl 2 qoysam, daha sonra yenə də 2 var axı məxrəcdə. Ona görə kökdə 3 böl 2'ni 2'yə də böləndə kökdə 3 böl 4 olacaq. Bərabərdir. Məxrəcdə 8. Bir dəqiqə, neysə düz eləmədim. Kökdə 3 böl 3 yazmaqdan böl 2 yazdım. Kökdə 3 böl 3. Bir də 2'yə bölsəm kökdə 3 böl 6. Aha. Məxrəc olacaq 2 vur 6. Sürət isə olacaq 3. Bunlar da ixtisar gedəsi olsa cavab oldu 4'də 1. B variantı. Baxaq 8-ci suala. Xətti funksiyanın qrafiki verilib. Deyir ki, bu ifadənin qiymətini tap. Əvvəla baxmalıyam qrafik hansı oxu harda kəsib. Bilməliyəm ki, y oxun kəsdiyi nöqtə bizə verirdi sərbəst xətti, yəni B-ni. Ona görə demək ki, B olur -5. Yaxşı, indi B-nin yerinə -5 qoysaq, funksiya olacaq y bərabər kx çıx 5 şəklində, düzdürmü? Daha sonra baxıram -1'ə. Bu -1'in koordinatları nədir bu -1 yazılan nöqtənin? Əlbəttə ki, x-i -1'dir, y isə 0'dır, düzdür. Ona görə ki, x oxunu kəsib. X oxunu kəsəndə y 0 olurdu, ona görə. İndi mən x-in yerinə -1, y-in yerinə 0 qoyub, burada k-nı tapa bilərəm. Olacaq 0 bərabərdir k vur -1, çıx 5. Olacaq -k bərabərdir 5. K da olacaq -5. Düzdürmü? K-nı da aldıq -5. Bizdən soruşurdu 3k çıx b ifadəsini. Yazaram 3k çıx b bərabərdir. Deməli 3'ü vuraram -5'ə. Çıxaram -5'i. Eləyəcəm -15 üstə gəl 5. Yəni cavab olar -10. C variantı. Daha sonra keçək 9-cu suala baxaq. Rahat suala oxşuyur. Baxın, bizə verilən ifadədən mən a kvadratın tapası olsam, yəni a-nı sağ tərəfə atsam, 3 çıxa yaza bilərəm. Düzdür. İndi baxıram soruşulan ifadəyə. Soruşulan ifadəni də istəyirəm biraz daha sadələşdirim. Necə sadələşdirim? Məsələn, burada biraz parçalama işi görmək istəyirəm. Yəni a üstü 4 üstə gəl 2a kubu üstə gəl. Bax, bu 3a kvadratını parçalayıb a kvadrat üstə gəl 2a kvadrat kimi yazıram. Başa düşdünüz də, baxın 3a kvadratını parçalayıram. Üstə gəl 2a plus 1. Düzdür. İndi diqqətlə fikir verin. Bu mənə nə isə verirmi? Baxaq görək verirmi? Bu olacaq bizdə a kvadratı üstə gəl a-nın mötərizə kvadratı, düzdür. Həqiqətən də açılışı onu verir. Üstə gəl davamını yazıram misalın.
Artıq davamını yazanda içini çıxarıram mötərizə xaricinə. A kvadrat plus A qalır. Bir də ən axırda plus 1 var. Aha, biz əslində heç ən başda belə bir iş görmüşdük. Heç buna ehtiyac qalmadı fikir verdinizsə. Elə A kvadrat plus A-nın yerinə 3 qoya bilərik. Rahat olundu. Onda olacaq 3-ün kvadratı üstə gəl 2 vur 3. Üstə gəl 1. Bərabər 9 üstə gəl 6 plus 1. Bu da bizə verəcək 16. Görək 16 hansı variantdır? A variantı. 10-cu sual tənliklər sistemindən x, y hasilini tapmamızı istəyir. Əvvəla baxmalıyam kökaltılara. Görən kimi ağlıma dərhal nə gəlir? Kökün altı böyük bərabər 0 olmalıdır. Ona görə x-i də böyük bərabər 0 götürürəm. Bir də mənfi y-i də böyük bərabər 0 götürürəm. Buradan təbii ki də y kiçik bərabər 0 alınır. X böyük bərabər, y kiçik bərabər. Düzdür? İndi burada əslində bir əvəz etmə eləmək çox məntiqli olar. Əvəz etmə eləyib ondan sonra deməli əvəz etmək. Məsələn, T demək və yaxud da MN tutaq ki, hər hansı iki hərf götür, kök altını x, kök altını y de. Ondan sonra sadələşdirmək olar. Məsələn, gəlin belə bir iş görək. Kök altını x-ə mən bir dənə m deyim. Kök altını y-ə də bir dənə n deyim. İndi istəyirəm ki, bunları tənlidə yerinə qoyum. O zaman olacaq m, daha doğrusu kök altında mənfi y-dir bu. O zaman olacaq m çıx n bərabər 3. Burada isə artıq olur m-in kvadratı. Üstə gəl 7 n-nin kvadratı bərabər mənfi 3. Neyniyərəm? Əvəz etmə eləyərəm. Buradan birinci tənliyə fikir versə, birinci tənlidə m-i tapsam, m plus 3 eləyir. İndi m-in yerinə m plus 3 qoysam ikinci tənlidə, olacaq n plus 3-ün kvadratı. Üstə gəl 7n kvadrat bərabər mənfi 3. Müxtəsərə görə sadələşdirib açıb buradan nələrsə alacağım. N kvadrat üstə gəl 6n plus 9. Üstə gəl 7n kvadratı. Mənfi 3-ü sola keçirirəm. Və burada olacaq 8n kvadrat. Üstə gəl 6n. Üstə gəl 12 bərabər 0. Nəysə düzələmədim. Qoy baxım. N kvadrat 6n 9. A, yox düzələmişəm. Bir dəqiqə mən nəsə elədim. Axı bunu düz kvadrata yüksəltməmişəm. Bunu mən kvadrata yüksəldəndə n-nin kvadratı. Baxım da. Buradan m-in kvadratının, daha doğrusu x-in yerinə m kvadrat olur. Burada isə mənfi y-in yerinə n kvadrat olur. Düz yazmamışam. Yəni ki, mən y-in yerinə mənfi n kvadrat qoymalıyam. Baxın bir dənə. Misalda y-in yerinə mənfi n kvadrat qoyanda artıq burada işlər dəyişir. Vurulsun mənfi n kvadrat yazanda burada ortada çıxma yaranır. Ümid edirəm fikrimi çatdıra bildim. Ona görə çıxmadı deyə qalan hər şeylə işimiz yoxdur. Olacaq mənfi 6n kvadrat, üstə gəl 6n, üstə gəl 12 bərabər 0. Və növbəti addımda hər tərəfə elə mənfi 6-ya bölsəm, olacaq n kvadrat çıx n çıx 2 bərabər 0. İndi buradan təbii ki kökləri tapmalıyam. Mənfi 1 və 2 eləyir köklər. Yazıram n1, n2. Mənfi 1 və 2. Təbii ki, n biz nəyə demişdik? N, deməli, kök altı bir şey əvəz eləmişdim. Ona görə də mənfi olma ehtimalı yoxdur. Yəni, bu səhvdir. N-in qiyməti olur 2. İndi n əgər 2-dirsə, əvəz etmədən gətirib yerinə qoysam, n bərabərdir 2 üstə gəl 3, yəni 5 eləyər. Bizdən də soruşur kök altı, x, y hasilini. X, y hasilini necə taparam? Artıq əlimdə m var da. Kök altında x bərabərdir m, yəni 5. Buradan x alacağım 25. Və kök altında mənfi y bərabərdir n, yəni 2. Buradan da mənfi y 4 alaram. Y onda mənfi 4 olacaq. İndi son olaraq onların hasili, x, y hasili bərabərdir. 25 vur mənfi 4. Cavab olacaq mənfi 100 y variantı. Baxaq 11-ci suala. 7 üstü A-nı, 14 üstü B-ni verib, ifadənin qiymətini soruşur. Əvvəla soruşduğu ifadə, mən belə yaza bilərəm. Onu parçalamaq istəyirəm. Yəni ki, 14 üstündə 1 çıx B-nin üstündə 2A kimi göstərə bilərəm. Bəs bunu necə yazım? 1 çıx B demək nə deməkdir ki? 14 üstü 1-i 14 üstü B-yə bölmək deməkdir. Çünki qüvvət üstü nə zaman çıxılırdı? Bölmədə çıxılırdı da. Üstündə 2A yazıram, bərabər. İndi
buradakı biri sileyim, sizi çaşdırmaz. Aha. İndi növbəti olaraq heç nə, hər şey yerinə qoya bilərəm. Olacaq 14 bölünsün. 14 b-nin yerinə qoyuram 2. Üstündə də 2a. Bu mənə verəcək 7 üstü 2a. Biz də demişdik ki, 7 üstü 2a-nı 7 üstü a-nın kvadrat kimi baxa bilərik. Ona görə cavab olar 3-ün kvadratı, yəni 9. Çox rahat sual idi məncə. Baxaq 12-ci suala. A-nın hansı ən böyük tam qiymətində bu kvadrat üçəlisi x-in bütün həqiqi qiymətlərində müsbət olar. Yəni bir kvadrat funksiya nə zaman həmişə müsbət olurdu? Bizim bir dənə şərtimiz vardı. O şərt ödəniləndə deməli həmin şərt diskriminantın mənfi a-nın müsbət olma şərti idi. Təbii ki, a burada x kvadratının əmsalıdır. Bu arada həmişə mənfi olma şərti isə, yəni burada müsbət sözün yerinə mənfi yazsaydı, onda da diskriminant mənfi, a da mənfi olardı. Yəni hər ikisindən diskriminant zaten mənfidir, amma a-nın işarəsindən asılı olaraq hərəkət edir. Deməli, indi mən yazaram nə? Bilirəm ki, diskriminantın düsturu b kvadrat çox 4ac-dir və yerinə qoyaram. A plus 2-nin kvadratı çıxılsın 4 vur. A-nın yerinə a plus 3. C-dəki zaten 1-dir. Bərabər. Bunu biraz sadələşdirək. Müxtəsərə görə a kvadrat, üstə gəl 4a, üstə gəl 4. Bunu vurub açıram. Çıx 4a, çıx 12. Bərabər. Olacaq a kvadrat. Zaten bunlar islah olunur. Çıx 8. Düzdür? İndi mən deyirdim ki, şərtə görə diskriminant sıfırdan kiçik olmalıydı. Yəni a kvadrat çıx 8 sıfırdan kiçikdir. Və a əmsalına baxıram. Yəni a plus 3 durub da a-nın yerində. O da sıfırdan böyük olmalıydı. İndi gəlin bu bərabərsizliyi həll eləyək. Bərabərsizlər sistemini həll eləyək. Əlbəttə ki, burada nə alıram mən? Köklərinə baxası olsaq, burada vurğulara arası olsaq, a çıx kökdə 8, a üstə gəl kökdə 8 deməkdir və bu birisi isə a böyükdür mənfi 3 deməkdir. Davamını aşağıdan yazırım. Ümid edirəm aydın olar, fikriniz qarışmaz. Baxın, bu bərabərsizliyi həll etmək üçün nə edərəm? Əlbəttə ki, əvvəla onun köklərini tapım, sıfırlarını tapım. Sıfırları da zaten kökdə 8-dən mənfi kökdə 8 eləyir. Kiçikdir olduğu üçün, baxın işarə kiçikdir olduğu üçün həmin o köklərin arası olur. Yəni biz birinci sistemdən alırıq ki, a-mız deməli mənfi kökdə 8 ilə müsbət kökdə 8 arasındadır. İkincidən isə alırıq ki, a mənfi 3-dən böyükdür. Düzdür. İndi bunların yekun olaraq kəsişdirəsi olsaq, kökdə 8-dən bilməliyiz ki, təxmini 2 tam nə qədərsə çıxır. Yəni ki, biraz daha gözəlləşdirəsi olub, ədəd ox çəkəsi olsam, sizin üçün başa salmaq istəyirəm. Məsələn, baxın, mənfi 3 deyək ki, buradadır. Mənfi kökdə 8 də 2 ilə 3 arası, mənfi 2 ilə mənfi 3 arasındadır. Yəni təxmini baxın, buradan qeyd edeyim. Kökdə 8, mənfi kökdə 8. Bax, buralarda bir yerdədir. İndi müsbət kökdə 8-də təxmini buralardan qeyd edirəm. Baxın bir dənə. Birincini belə iştirikləyəcəm. Mənfi kökdə 8-dən müsbət kökdə 8-ə qədər bu aralıq. İkinci isə mənfi 3-dən kiçiklərdir. Burada. Kiçik nə idi? Böyüklər. Mənfi 3-dən böyüklərdir. Belə iştirikləyəndə baxıram ki, kəsişmə hissəsi hara düşür? Bu aralığa düşür. Mənfi kökdə 8, müsbət kökdə 8 aralığına. Yəni bizim cavabımız olur mənfi kökdə 8 ilə müsbət kökdə 8 aralığı. İndi bu da mənfi 2 tam neçədən müsbət 2 tam neçəyə qədər deməkdir. Bizdən soruşur da A-nın ən böyük tam qiyməti. Təbii ki də elə olacaq. Ən böyük nə olacaq? Bildin? 2 olacaq, bəli. Çünki kök altında 8 özü 2 tam neçədir. Sonra baxaq 13-cü suala, limit sualı. Nə deyir? Limit x yaxınlaşır 1-ə hesabla deyir. Əvvəla nə yaza bilərəm? Limit x yaxınlaşır 1-ə. Bilirəm ki, məxrəclər eynidir. Ona görə ortaq məxrəcdə belə bir ifadə qura bilərəm. X-in yerinə 1 qoyanda görürəm ki, məxrəcdə 0 eləyir, sürət də 0 eləyir, düzdürmü? Biz də demişdik ki, 0/0-da L'Hopital qaydası işə düşürdü. L'Hopital qaydası devrəyə girirdi. Bəs L'Hopital nə idi? Həm sürətin, həm məxrəcin törəməsini tapmaq. 1 çıx x-in törəməsi eləyir -1. Elin x-in törəməsi eləyir 1/x. Bunları bir-birinə böləsi olsam eləyəcəm -x. İndi
Sadəcə və sadəcə x-in yerinə aparıb 1 qoyuram. Olur cavab -1. Yəni başa düşdünüzsə əgər sadəcə tək iş törəmə tapmaq idi. Qabağında hər dəfə limit sözünü yazmalısınız. Ona görə diqqətli olun. Bərabər -1. Bilirəm, mən daxil hər kəs tənbəllik edir hər dəfə limiti yazmaq. Amma əslində açıq suallarda və s. mütləq yazılmalıdır. Yazılmasa sizdən rahatlıqla bal kəsə bilər. Deməli, 14-cü sual ehtimal sualıdır. 2 zər eyni zamanda atılır. Düşən xallar cəminin mürəkkəb ədəd olması hadisəsinin ehtimalını tapın. Əvvəla 2 zər eyni zamanda atılırsa, o zaman bütün mümkün hallar olur 36. Yəni məxrəc 36-dır bu heç. İndi düşən xallar cəminin mürəkkəb ədəd olması üçün nə baş verməlidir? Ümumiyyətcə mürəkkəb ədədlər əlbəttə ki xal nə idi? Zərdə maksimum 6 ola bilir axı. Yəni onda belə çıxır ki, hər ikisini 6-6 düşsə maksimum cəm zaten 12-dir. Ona görə ən kiçik haldan ən böyük hala qədər gedəcək. Bəs ən kiçik hal nədir? Normalda ən kiçik mürəkkəb ədəd deməli 1 nə sadə nə mürəkkəbdir, 2 sadədir. Artıq 4-dür də ən kiçik mürəkkəb ədəd. Ona görə 4-dən 12-yə qədər mürəkkəb ədədləri düzürəm. Baxın 4, 6, 8, 9, 10 və 12. İndi cəmi bunlar olanlara baxıram da, düzdür. Bu burada artıq cütlər qurulmalıdır. Cəmi 4 olan neçə dənədir, cəmi 6 olan neçə dənədir, cəmi 8 olan neçə dənədir. Belə-belə halları tapmalıyam. Məsələn, başlayıram bir-bir yazmağa. Cəmi 4 olan. Yazıram cütləri buradan 1-1. 1-3 var. 2-2 var. 3-1 var. Keçirəm cəmi 6 olanlar. Cəmi 6 olanlar 1-5-dir. 2-4-dür. 3-3-dür. 4-2-dir. Bir də təbii ki 5-1-dir. Yerlərini dəyişəndə məna dəyişir. Sonra cəmi 8 olanlar 2-6 var. 3-5 var. 4-4. 5-3 və 6-2. Bu belə yazmaq zorundasınız. Cəmi 9 olanlara keçək. 3-6. 4-5. Sonra bunların tərsi 5-4. 6-3. Cəmi 10 olanlar 4-6. 5-5. Bir də 6-4. Bir də qaldı cəmi 12 olanlar. Cəmi 12 olanda zaten bir dənə 6-6-dır da başqa yoxdur. İndi burada baxıram. Bax 3 dənə buradadır. Lap altdan yazıram. 3 dənə buradadır. 5 dənə burada. 5 dənə burada. 4, 3, 1. Düzdür. Cəmi bunları toplayası olsaq, ümumi neçədən əlverişli hal var bunu toplayası olsaq, alacağım 21 dənə. Demək ki, olur, əlverişli hallarım 21. Bunları da ixtisar eləsəm 3-ə, eləyəcək 12-də 7. Cavab olar A variantı. 15-ci sual müəyyən integral sualıdır. Necə yazmaq olar? Əvvəla məsələn, mən belə onu gözəlləşdirmək istəyirəm. Pi bölü 3, pi bölü 6. Birincisi nədənsə bilmirəm, şagirdlər dx-i sürətdə görəndə çaşırlar. O dx-i kənara atıb belə yaza bilərəm. Və nə yazılıb orada? Sinus kvadrat x vur kosinus kvadrat x. Belə yaza bilərəm, düzdür? İndi istəyirəm ki, birin yerinə mən nə yazım? Birin yerinə əlbəttə ki, nə yaza bilərəm? Sinus kvadrat x və kosinus kvadrat x-in cəmini yazaram da, başqa nə yazasıyam ki? Bərabər. Bəs bunu necə parçalayım? 2 dənə kəsəşimi parçalaya bilərəmmi? Bəli. Onda mən yaza bilərəm də. Buradan sığışmayacaq deyə alta düşürəm. Sərhədlərim olduğu kimi qalır. Heç kimdən işim yoxdur. Sadəcə o ifadəni 2 kəsirin cəmi kimi yazacağam. dx. Sinus kvadrat x vur kosinus kvadrat x. Burada da həmçinin məxrəclər eynidir. Sürətdə isə sinus kvadrat x və kosinus kvadrat x. İndi bunu belə yazdıq. Biraz daha sadələşdirsək, yenə də sərhədlər eyni qalacaq. İntegralın işarəsini necə möhtəşəm yazıram, görürsünüz də. Baxın, bunları ixtisar aparaq. Burada da koslar. Olacaq 1 böl kos kvadrat x. Üstə gəl 1 böl sin kvadrat x. Bu arada trigonometri suallarda əziyyət çəkirsinizsə, mütləq sual izahlarında başa düşənə qədər dəfələrlə baxın. Əvvəl-axır yəni ulduzlarınız barışacaq. Güvənin. İndi bu nə deməkdir bəs? Biz bilirdik ki, cəmin integralı ayrı-ayrı integrallar cəmidir. Yəni bunun integralı bizə verəcək
Deməli 1 böl cos kvadratınki verir tangens x. 1 böl sin kvadratınki isə verir mənfi kotangens x. Düzdür? Sərhədlərimizi qoyacaq yerinə pi böl 3-lə pi böl 6-nı bərabər. İndi baxın bu hissəyə diqqətli olmalıyıq, səhv eləməyək. Ən nifrət etdiyim hissədə sərhədlər yerinə yazmaq istəsə. Olacaq tangens pi böl 3 çıxılsın kotangens pi böl 3. Bu aldığımız cavabdan çıxmalıyıq. Bax bu cavabdan çıxmalıyıq pi böl 6 qoyanda aldıqlarımızı. Yəni tangens pi böl 6 çıx kotangens pi böl 6. İndi bir məsələ var. Bu mötərizələri nəzərə alaq. Bax mötərizələri siləm. Burada mötərizəni silləmsə bu işarə dəyişəcək də plus olacaq. Çünki vurub açanda axı bu müsbət yaranır. Ona görə buradakı işarəni dəyişirəm. Plus edirəm. İndi nə olacaq? Hesablanacaq. Tangens pi böl 3 kökdə 3 eləyir. Kotangens pi böl 3 də kökdə 3 böl 3 eləyir. Çıx. Tangens pi böl 6 da kökdə 3 böl 3'dür. Kotangens pi böl 6 kökdə 3. İndi nə baş verir? Olur 2 dənə kökdə 3. Düzdürmü? 2 dənə kökdə 3 çıxılsın. 2 kökdə 3 böl 3. Düzdür? Bərabər. Bilirəm ki, bu da bizə verəcək. Bu əslində 2 kökdə 3'ü mən 3-də 6 kökdə 3 kimi düşünsəm, yəni ortaq məxrəci gətirmək məqsədli. Onda məxrəcdə 3 olar, sürətdə də 4 kökdə 3. Variantda da zaten belə veriblər, ona görə cavab olur A. Bu da oldu bizim bir səhifə tutdu, fikir verin, integral sualımız. 16-cı sualda nə etmək lazımdır? Baxın, düz bucaq təpəsindən indiririk, bir dənə hündürlük. Bilməlisən ki, bu hündürlük həm də medianın üst-üstə düşəcək. Çünki təbii ki də toxunma nöqtəsində mütləq perpendikulyar olur da, toxunan radius bir-birinə. Ona görə. Mən OB-yə bir dənə radius desəm, onda OC də radius olacaq, düzdür. Və burada Pifagor yaranacaq. Hipotenuz olur R plus 2. Hipotenuzun kvadratı bərabərdir katetlərin kvadratlar cəminə. Müxtəsərə görə açsaq, R kvadrat üstəgəl 4, R üstəgəl 4 bərabərdir. 36 üstəgəl R kvadrat. Hər iki tərəfdə R kvadratlar islah olunsa, olacaq 4R bərabərdir 32, R alacam 8. Bax, R 8 isə bizdən x-i soruşur, diqqətlə bax. Düz bucaq təpəsindən hündürlük çəkəndə nə olurdu? Bizim h kvadrat bərabər MN düsturumuz var idi, yadındadırsa. Hündürlüyün kvadratı, yəni bizdə həmin hündürlüyün yerinə R durub. R-in kvadratı bərabərdir hissələrin hasilinə, 6 ilə x-in hasilinə. Onda olacaq 8-in kvadratı bərabərdir 6 vur x, 64 bərabərdir 6 vur x. X-i tapanda 64'ü bölməliyəm 6-ya. 2-yə ixtisar eləsəm 32 böl 3 Y variantı olmuş olar. Çox maraqlı sualdır 17-ci sual. Bərabərsizliyin həllər çoxluğu 3-6 parçası olarsa, kvadratik bərabərsizliklərdə həmişə nəyə fikir verirdiniz? Kökləri tapandan sonra baxırdıq işarəyə. İşarə kiçik bərabər işarəsidirsə, bizim cavabımız olmalıydı. Kiçik bərabər 0-dırsa, tapdığımız x1 kökündən x2 kökünə qədər. Yəni həmin köklərin arası. Mütləq mötərizələrdə bu şəkildə düz mötərizələr olmalıydı. İndi belə çıxır ki, bizim köklərimiz 3 və 6'dır. Artıq bura baxanda köklər cəminin əksini, bura baxanda köklər hasilini görməliyəm. Onda yazıram ki, 2b çıx 5 ifadəsi, yəni qarşısındakı mənfi ilə bir yerdə əslində köklər cəminin əksini göstərir. Bu mənfini silsəm, sadəcə bu hissəyə baxsam, deyəcəm ki, 2b çıx 5 ifadəsi köklər cəmini göstərir. Yəni x1 üstəgəl x2-ni göstərir. Onda 2b çıx 5 ifadəsini bərabər 3 üstəgəl 6 alaram. Yəni 2b çıx 5 olur 9. Onda 2b bərabər olur 14-ə, b-ni alaram 7. İndi eyni məntiqlə hasil üçün də iş görürəm. Bilməliyəm ki, 8c çıx 6 ifadəsi köklər hasilinə bərabərdir. Yəni 8c çıx 6 olur 3 vur 6. Onda 3 vur 6 18 elədiyi üçün 8c 24'dür. C-ni alaram 3. Bizdən soruşur BC parametrlərin cəmini. 7 ilə 3-ün cəmi cavab eləyər 10. C variantı. 18-ci suala baxırıq. Burada sizə bir qayda deyəcəm. O qaydanı yadınızda saxlayın. Sonsuz həndəsi silsilənin tək yerdə duran hədlərin cəmini 80. Bax, tək yerdə duran, cüt yerdə duran söhbətinə aydınlıq gətirək. Çünki çox şagird burada problem yaşayır. Söhbət həndəsi silsilədən gedir. Baxın, burada yazıram həndəsi.
Həndəs silsilədə S cüt, yəni cüt yerdə duran hədlərin cəmi bərabər olur. Q vurulsun tək yerdə duran hədlərin cəminə. Bu qədər asan. Bitdi. Yəni biz burada verilənlərə baxırıq. Tək yerdə duran hədlərin deməli cəmini 80 verib, yəni bunu 80 verib, Q-nü də verib 2-də 1. Mən onda cütü taparam. Ondan sonra ümumi taparam. Bu düsturla yanaşı bilməli olduğun digər bir düstur nədir? Ümumi cəm bu S təklə S cütün cəmidir. Bunu da yadda saxlasan bu ikisini bildin, pis yox. Tamam. İndi baxın, mən S cütü tapa bilərəm də. S cüt bərabərdir Q-nü, yəni 2-də 1-i S təkə, yəni ki 80-ə vuraram. Bu eləcək 40. Bəs S ümumini necə taparam? Artıq əlimdə hər ikisi var. S təkə özü vermişdi 80, S cütü də mən tapdım 40. Topladım 120. İndi ümumi hamısı bir yerdə, bütün hədlərin cəmi deməkdir. Və sonsuz həndəs silsilə dediyi üçün, həmçinin Q-nün də 1-0-1 arasında olduğunu görürük. Yəni azalandır. Sonsuz azalan həndəs silsilədə biz bilirik ki, həmin o S düsturu nə idi? B1 bölünsün 1-2 idi. Düzdür? Onda bu düsturdan istifadə eləyərək B1-i tapa bilərəm. Məndən birinci həddə, yəni B1-i soruşur. Yazaram ki, tapdığım 120 bərabərdir. B1 bölünsün 1-2. Yəni 1-2-də 1. Çarpaz vursam B1 bərabərdir 120-ni 2-də 1-ə vuraraq cavabı 60 alaram. C variantı. Bu arada sual yarana bilər ki, bəs həndəsin bildiyi tamam, bəs ədədi silsilədə necə olur? Deməli, onu da yazıram. Bu ümumi S təklə S cütün cəmidir. Bu həmçinin ədədi silsiləyə keçərlidir, amma həndəs silsilədə Q-ya vurursunuz. Ədədi silsilədə isə S cütü tapmaq üçün deməli S təkin üstünə ND gəlirsiniz. ND-də de orada silsilə fərqidir. N-dəki ümumi belə deyək də təklərin cütlərin sayıdır. Tək hədlərin və ya cüt hədlərin sayıdır. Baxırıq 19-cu suala. Üçbucaq ABC-də AD və D-yə tən bölənlərdir. O zaman alfa, həmçinin burada beta yaza bilərəm. Daha sonra deyir AB 4-dür, BD 2-dir. DC deyir 3 olarsa AY-nin YC nisbəti taparam. Necə taparam? Deməli, burada tənbölən xassəsindən istifadə eləyəcək. Tənbölən xassəsi nə deyirdi? Bu tərəfin bu tərəfə nisbəti, bu tərəfin bu tərəfə nisbətini tapmağa kömək edirdi. Mən onda yazaram ki, 4-ün 2-yə nisbəti bərabərdir. AC-nin 3-ə nisbəti. Buradan təbii ki, AC-ni çarpaz vurub 6 alaram. Bax, bütöv 6-dır. Tamam. İndi tənbölən xassəsini bir dəfə də tətbiq eləyəcəm. Amma bu dəfə artıq bu üçbucaq üçün tətbiq edirəm. Baxın, fikriniz sadəcə bu üçbucaqda olsun istəyirəm. Və necə tətbiq edirəm? Ümumi AC 6-dırsa, məsələn, mən birinə x, birinə 6 minus x yaza bilərəm, yəqin ki, düzdür. Tənböləndir də D-yə, düzdür. Onda yan tərəfin altındakı hissəyə nisbəti, bu biri yan tərəfin altındakı hissəyə nisbətini verə bilər. O cür nisbət qura bilərsiniz. Onda yazaram ki, ikinci üçbucaq üçün, yəni AD-nin DC nisbəti bərabərdir AY-nin YC-yə nisbəti. Belə də qura bilərsin nisbəti. Fərqi yoxdur. Belə də yaza bilərsən. AD-nin AY-yə bərabərdir DC-nin YC-yə. Onun heç bir fərqi yoxdur. Nisbəti necə qursan qur. Onun çarpaz olanın eyni şey gəlib çıxacaq. Ona görə bu hissəni siləm. Nəsə, deməli, indi bir məsələ var ki, baxın, AD-ni bilmirik. Bax, AD-ni bilmirik. DC-ni biləm 3-dür. Daha sonra YC 6-x yazacağım. AY-yə x yazacağım. Amma ki, AD-də bilmir axı. AD-ni necə taparam? Tənbölənin yadınızdası düsturu var idi. Bir dənə qaydasını xatırlatmaq istəyirəm. Bir dənə üçbucaqda tənböləni çəkirəm. Baxın, diqqətlə. Alfa. Tənböləni L deyək. Bu hissələrdə AB, MN deyirəm, tutaq ki. Deyirdik ki, L-i tapmaq üçün AB hasilindən MN-i çıxmalıydıq. Yəqin ki, yadınızdadır. İndi mən AD-ni tapmaq üçün, AD özü tənböləndə, axı, baxın, tənböləndir. Ümumi ABC üçbucağın tənböləndir. Yan tərəflərin hasilindən, buradakı hissələrin hasilini çıxmalıyam. Yəni 4 vur 6-dan çıxaram 2 vur 3-ü. 24-dən də 6 çıxanda eləyəcək 18. İndi bax bu nisbətdə AD-nin yerinə 18 qoyacağam. Olacaq 18 bölünsün DC, yəni 3 bərabərdir. AY böl YS. Fikir versəz bizdən də AY böl YS nisbətini istəyir. Ona görə elə buradan cavab elə birbaşa 6 çıxır. Da əlavə olaraq bir şey soruşmur.
Ayda üzr saniye kvadratı yazmamışım. Düsturda kökü var bunun. Kökünü unutmuşam. Üzr sayın məni. Yəni bu kökün altında olur baxın. Kök altının 18-dir də, yəni bu. Onda olacaq kök altının 18 böl. Kök altının 18-i mən 9 vur 2 kimi yazsam, 3 kökdə 2 kimi yaza bilərəm də yəqin ki. 3-ə də bölsəm cavab eləyər kökdə 2. Olar B variantı. 20-ci sual çox rahat sualdır. Deyir, məndə 90 min manat pul var. Pulumun 30 faizinə dəftər almışam. Qalan pulumun 20 faizindən qələm almışam. Mənim nə qədər pulum qalıb. İndi bunun 90 min manatı varsa, onun 30 faizini taparam. Eləyəcək 90 mini. Baxın, burada yazıram 90 mini 30 faizə vurub 100-ə böləndə buradakı sıfırla buradakı sıfırları aparsaq qalacaq 27 min, düzdür. 27 minlə alıb dəftər. Düzdürmü? Sonra deyir qalan pul. Nə qədər pulu qalıb? Cəmi 90 mini var idi. 90 mindən çıxaram 27 mini. Görürəm ki, qalır 63 min. Bunun 63 min pulu var. Deyir, qalan pulun 20 faizinə qələm alıb. Gedərəm 63 minin 20 faizini taparam. Yəni, vur 20 böl 100. Bu da bizə verəcək 62, 126 min. Daha doğrusu 12.600. Bu da artıq deyir ki, qələm alıb buna da. Tamam, buna da qələm aldı. İndi deyir, mənim nə qədər pulum var. Ən son bu qədər qalmamışdı. İndi ondan qələmi çıxaram. Yəni, 63 mindən çıxaram 126 mini. 126 min deməyə ağzım öyrəşib. 12.600-ü. Eləyər cavab 50 min. 50 min 400. 50.400 cavab olur B. Daha sonra 21-ci suala baxırıq. Çoxhədlisi ilə birhədlisinin qüvvətləri cəmini tapın. Bu çoxhədlisinin qüvvətini necə tapa bilərəm? Qüvvətlər cəmini istəyir məndən. Bunun qüvvətini tapmaq üçün hər bir birhədlinin əvvəla cəmini bilməliyəm, dərəcəsini bilməliyəm daha doğrusu. Bu 7-dir. Bu 4-lərin cəmi 8-dir. Bunlar bir-birinə vurur 12 olur. Bu da bizə verir, bu 1-də axı. Toplasaq 3 verir. Təbii ki, ən böyük budur. 12-dir. Ona görə çoxhədlinin dərəcəsi olar 12. Birhədliyə baxaq. Bu birhədlinin qüvvətini necə taparam? Deməli, bilməliyəm ki, mənfi 3 A üstündə 4, onun da üstündə 3, onun da üstündə 2 olar bir-birinə vurulur. 4, 3, 2 bir-birinə vurulanda eləyəcək 24. 12 və 24. Olan cəmini istəyirdi, cavab olacaq 36. Çox rahat və şifahi sual idi. 22 kompleks ədədlər Z1, Z2-ni verib, fərqinin modulu deyir 2-dirsə, x-i tap. Birinci Z1, Z2-nin fərqini tapmalıyam, bərabərdir. Deməli, x plus 3 i-dən çıxaram 1 plus i-ni. Təbii ki, çıxmadan sonra mötərizdə yazıram. Olur x plus 3i çıx 1 çıx i. Bu da bizə verəcək. Deməli, olacaq belə. X çıx 1, bu onun həqiqi hissəsidir. 3i-dən də i çıxanda eləyəcək 2i. Deməli, indi bunun modulu bizə deyir ki, bunun modulu 2-dir. Bəs bunun modulunu necə tapardım? Təbii ki də onun həqiqi və xəyali hissəsini kök altına kvadratlar yüksəldərdim. Yəni, x çıx 1-in kvadratı üstəgəl 2-nin kvadratı. Bərabər 2. Özü mənə verib. Onda kvadratı yüksəltsəm, x çıx 1-in kvadratı üstəgəl 4, bərabər olar 4-ə. Hər iki tərəfə kvadratı yüksəltdim. Demək, x çıx 1-in kvadratı bərabər 0 imiş. Onda x çıx 1 bərabər 0, x bərabər 1 alınar. O da oldu B variantı. Bizdən elə onu soruşurdu. 23-cü sual loqaritmik tənliyi idi. Burada hansı xassiyəni istifadə etmək lazımdır? Baxın, belə yazım. Məsələn, A üstündə loqaritma, ta ki B əsasdan C. Mən bunu A-nın C-nin yerini dəyişib C-nin üstündə loqaritma B əsasdan A yaza bilirdim. Yadınızdadırsa, bu xassiyəsini lap çox istifadə olunmur, amma bilmək lazımdır. Onda mən belə iş görərəm. Bunu saxlayım. Baxın, görün nə edirəm. 3 üstündə loqaritma, 4 əsasdan x-i saxlayıram. Üstəgəl 2. İndi burada nə edirəm? Bax, x ilə 3-ün yerini dəyişirəm. Olur, 2 vur x yox, 2 vur 3. Loqaritma 4 əsasdan x bərabər 81. İndi burada fikir verirsinizsə, 1 dənə bundan və 2 dənə bundan var, düzdür? Yəni, buna bir böyük bir T kimi baxın.
sanki 1t ilə 2t-ni toplayır. Onda 3t eləməzmi? Eləyər. Yəni 3 dənə həmin o ifadədən bərabərdir 81. Hər tərəfi 3-ə bölsəm, demək ki, 3 üstündə loqaritmik ifadə bizə verər 81-i 3-ə böləndə 27 elədiyi üçün 27-yə. Demək 3 üstündə loqaritma 4 əsasdan x, 3 üstü 3-ə bərabərdir. Əsaslar eyni olanda qüvvətlər də eyni olmalıdır. Yəni qüvvətdəki loqaritma 4 əsasdan x 3-ə bərabər olmalıdır. X-i tapmaq üçün 4 üstü 3-ə hesablayaram. Cavab olar 64. 64. Baxırıq 24-cü suala. Konusun xaricinə çəkilmiş sferanın mərkəzi konusun oturacağının mərkəzi ilə üst-üstə düşür. Yəni belə bir şəkil çəkməyimizi istəyir bizdən. Vaxt getməsin deyə mən çəkdim. Deyir sferanın radiusu 10 kökdə 2-dir. Sferanın radiusu təbii ki də buradır. Yazaram 10 kökdə 2. Daha sonra nə etmək lazımdır? Əslində bu tərəfi də uzadıb orada 10 kökdə 2 yaza bilərsən. Əlbəttə ki, bilməlisən ki, buna bir çevrə kimi bax. Və təbii ki, bu da çevrənin mərkəzi kimi baxırsan. O zaman mən bu diametri uzadası olsam, təbii ki də bütöv bizim diametrimiz üçbucağın tərəfi ilə üst-üstə düşür. Və bizim qaydamız var idi ki, əgər çevrənin daxilinə çəkilən üçbucağın tərəflərindən biri diametrlə üst-üstə düşürdüsə, mütləq ki, həmin üçbucaq düzbucaq üçbucaq olurdu. Yəni, həmin diametrə söykənən bucaq 90 dərəcə olmalı idi. Yəni, yalnız və yalnız düzbucağı üçbucağın xaricinə çevrə çəkəndə onun hipotenuzu diametrindən üst-üstə düşür. Tamam, təbii ki, bunun yan tərəfləri bərabər olacağı üçün bərabər yan düzbucağı üçbucaqdır, yəni 45-45. O zaman təpədən bir dənə hündürlüyə indirə bilərəm, ən gözəl. Bilirsən ki, bura 45 isə burada yenə 45-45 olaraq bölünəcək. Çünki bərabər yan üçbucaqda təpədən indirdiyim hündürlük həm tənböləndir, həm hündürlüdür, həm də mediandır. İndi, nəysə, bura 10 kökdə 2-dirsə, burada 10 kökdə 2-dir əlbəttə. Çünki burada bərabər yanlı bir üçbucaq yaranır. Eyni şey burada aiddir. Hansı tərəflə istəsəz baxa bilərsiniz. Bizdən isə soruşur, doğuran. Doğuran buradır. Baxın, el yazdığım hissə. Doğuranı tapmaq üçün biz nə etməliyik? Bilməliyik 45-45-90 üçbucağının qaydasını. Ya Pifaqordan, ya da həmin qayda ilə. İkisindən biri. Bilməlisən ki, 45-45-90 üçbucağında katet əgər A-dırsa, hipotenuz A kökdə 2 olurdu. Yəni, bizim katetimiz 10 kökdə 2-dir, düzdür? Bu A-nın yerində durub. O zaman biz bunu kökdə 2-yə vursaq, olacaq 10 vur 2, yəni cavab olar 20. Çox rahat sualdır. 25-ci sualda deyir ki, koordinat başlanğıcından bu çevrənin mərkəzinə qədər olan məsafəni tapın. Koordinat başlanğıcı 0-0 deməkdir. Gedərəm o çevrənin mərkəzini tapmağa. Bunun üçün əlbəttə ki, 2 ədədin kvadratını yaratmaq lazımdır. Mən bilirəm ki, x plus 8-in kvadratına oxşuyur o. Təbii ki, burada axırda 64 yaranır, o 64-ü çıxaram. Çünki məndə 64 yoxdur. Daha sonra y-lərə keçəsi olsam, y çıx 6-nın kvadratı. Burada 36 yaranır, o 36-nı çıxaram. Plus 84 bərabər 0. İndi fikir verin, bu olacaq x plus 8-in kvadratı üstəgəl. Y çıx 6-nın kvadratı. Və burada mənfi 100 üstə gəl 84 bizə verəcək mənfi 16-nı. Bərabərin sağ tərəfinə keçirsəm, müsbət 16 eləyəcək. Mərkəzi nöqtəsinin koordinatlarını biz tapırıq mənfi 8 və 6 olaraq. Çünki burada gördüklərinizin əksini götürürsünüz AB-ni. Koordinat başlanğıcından məsafəsi soruşulurdu. Yəni 0-0 nöqtəsindən bu nöqtəyə qədər məsafə. O zaman həmin məsafə, məsələn, D ilə işarə eləsəm, kök altında 0-8-in kvadratı, mənfi 8-in kvadratı üstə gəl 0-6-nın kvadrat şəklində hesablanır. Onsuz da o sıfıra mənası yoxdur. Sadəcə vizual olaraq yazdım. 8 kvadrat üstə gəl 6 kvadrat. Bu da əlbəttə ki 64 ilə 36-nı cəm eləyir. Kök altına 100-dən də cavab son olaraq 10 çıxmış olar. Cavab olar 10. Sonra baxırıq 26-cı məsələmizə. Buradan yazım. Qrafikdə Aygün və Sevincin işlədiyi günlər və hazırladığı detalların sayı verilib. Qrafikə əsasən Aygün və Sevinc birlikdə 85 detal neçə günü hazırlayır. Bunun üçün nə edərəm? Aygünün və Sevincin bir günlük sürətlərini taparım. Bir günlük sürətlərini. Bunun üçün nə edirəm? Məsələn, birinci başlayıram Aygündən. Aygün. Deməli, Aygün görürəm ki, nə edib? 64 detalı 8 günə işləyib. Onda bir günə bunun sürəti nə olub? Təbii ki, 64 böl 8 eləyib 16. 8 nə edib?
8 də deyirəm 4. 64 bölü 4 bərabər 16. Çünki tərs mütənasib daxil bizim sürətimizlə. Qrafikdə düz baxmadım, üzr sayın. 64 bölü 8 bu eləyəcək 8. Eyni məntiqlə sevincə baxaq. Sevincdə kim var? 36 4. Bunları bölsəm eləyər 9. Bunlar nədir? Onların bir günlük gördükləri iş. Bir günə nə qədər detal işləyiblər onu göstərir. İndi bəs bir günə birlikdə nə ediblər? Bunlar yuxarıda yazdıqlarım hərəsini ayrı-ayrı elədikləri idi. Birlikdə deyirəmsə onları toplayıram. Eləyir 17. Bir günə 17 detal işləyirlər bunlar. Bizə deyir ki, 85 detal neçə günə görə. Bax, bir günə tənasübü belə qururam. 17 detal işləyirsə, 85 detalı neçə günə işləyər? X. X bərabərdir. Təbii ki də nə qədər çox detal varsa, o qədər çox gün lazımdır. Düz mütənasib olduğu üçün burada 85 böl 17 cavab olar 5. 27-ci sualda diaqram verilib. Deyir, riyaziyyatçıların sayı tarixçilərin sayından 1.5 dəfə çoxdur. Riyaziyyatçıların sayına baxsaq, buradakiləri toplamaq lazımdır. Deməli, 15, 11, 12, x bunların hamısını toplasaq. Bu bizə verəcək 38. Düzdür, x plus 38. Deməli, tarixçilərin sayına baxsaq, tarixçilərdə də 15, 11, 7, 3 var. Deməli, 36 edir də, hə? Onda tənliyi belə qura bilərəm. X plus 38 bərabər, demirdi, riyaziyyatçıların sayı tarixçilərdən 1.5 dəfə çoxdur. Onda tarixçilər vur 1.5. Buradan x plus 38 bərabərdir 54 alaram. X deyiləyər 54-dən 38 çıxanda 16. İndi mənə deyir ki, fizikaçılar və tarixçilər birlikdə 80 nəfərdir. Fizikaçılara baxıram. Fizikaçılar dairəsi budur. Toplayası olsam 12 ilə 18-in cəmi 30 eləyər 30 plus y. Tarixçilərdə bayaq dedi 36. Deyir, onlar birlikdə 80 nəfərdir. 30 plus y ilə 36 birlikdə əgər 80 nəfərdirsə, onda y plus 36 50 eləməlidir. Y qalacaq 14. Deməli, indi bizdən nə istəyirdi? Birlikdə 80 nəfərdir. Beləliklə x, y toplayası olsa sonda 16 ilə 14-ün cəmi eləyəcək 30. Sonra keçirəm natural ədəd sualıma. Nə deyir bizə? Deyir, natural m ədədi üçün. Natural m ədədi üçün. Əbob budur, əkob budur. Sür istəyirəm, ekranım fırlandı. Niyə belə olur öz-özünə? Hə. Deməli, indi nə edərəm? 2m çıx 1, 2m plus 1. Əslində bunlar ardıcıl tək ədədlərdir də, düzdür. Ardıcıl tək ədədlər bilməliyəm ki, qarşılıqlı sadə olmalıdır. Məsələn, tutaq ki 19 ilə 21 kimi ya da 45 ilə 47 kimi, 9 ilə 11 kimi və s. Qarşılıqlı sadə ədədlərin də bu 1 olurdu. Ona görə də 4m çıx 7-ni 1-ə bərabərləşdirirəm. Buradan 4m bərabər 8 tənliyi ilə m alıram 2. İndi m 2 alandan sonra burada yerinə qoyub rahatlıqla əkobu hesablaya bilərəm. Onda olacaq əkob 13m çıx 2 nədir? Bax, m-in yerinə 2 qoysam. 26 çıx 2, yəni 24 eləyər də. 15m plus 2. M-in yerinə 2 qoysam eləyər 32. Hər ikisində 8 vurğu var. 8-i çıxararam çölə. Olacaq əkob 3 ilə 4. 3 ilə 4 də ardıcıl natural ədədlər olduğu üçün qarşılıqlı sadədir və əkobu onların hasilidir. Yəni olacaq 8 vur 3 ilə 4-ün hasili. O da 8 vur 12 deməkdir. Yəni 96 olacaq cavabımız. Keçək 29-cu suala, düzbucaqlı trapesiyamıza baxaq. Deyir ki, başlayaq birincidən. Deyir, CD 4-dür. CD aradı bura 4. AB, BD bərabərdir. AB, BD. Uyğunluğu deyir, müəyyən elə. Birincidə deyir ki, ADB 30 dərəcədir. Yəni, bura 30. Onda təbii ki, burada 30 olacaq. Onda bura 60 olmalıdır. Çünki iki daxili bucağın cəmi ona qonşu olmayan xariciyə bərabərdir deyə. Təbii ki, burada 30 düşəcək. Nəsə, indi görə bizə nə deyir? Variantlarda nələr var? AD-ni verib, AD. Gəl bir tapaq. Bax, bizə nə var? Bura var, 4. 60-ın qarşısı 4-dürsə, 30-un qarşısı olacaq 4 bölü kökdə 3. Düzdür. Onda hipotenuz onun 2 misli olur. Yəni 8 bölü kökdə 3 olur. Həmsinin buna da aiddir. 8 bölü kökdə 3 onlar bir-birinə bərabər olduğu üçün. O da 8 kökdə 3 bölü 3 deməkdir.
Yəni BD-nin 8 köşdə 3 bölü 3-ə bərabər olması doğrudur. Ona görə 1-ə gedər. C. Başqa üstündən xətt çəkirəm bunu. BC bu uyğun gəlmir. AD-yə baxsaq, AD, bax 8 köşdə 8 bölü köşdə 3 almışam. Düzdür? Burada 8 köşdə 3 AD. AD-ni artıq biz belə tapmalı deyilik də. AD-ni tapmaq üçün belə hündürlüyü də endirə bilərəm. Və yaxud da sinuslar teoremindən də tapa bilərəm. Hər şeylə tapa bilərəm. Məsələn, gəl bərabər yanı üç buzaq təpədən hündür endirək. Onda bir məsələ var ki, bura 60-60'dır təbii ki. Əgər hipotenuz 8 bölü köşdə 3-dürsə, 30'un qarşısında 4 bölü köşdə 3 olacaq. Hipotenuzda, daha doğrusu bu 60'ın qarşısında duran katetdə 10 köşdə 3 hissəsi olacaq, yəni 4-4. Onda bütöv AD 8 eləyər. Variantlarda da belə bir şey yoxdur. ABC'dən perimetrinə gələndə onda yoxlamaq lazımdır əlbəttə ki. Bax 8 bölü köşdə 3, 4 bölü köşdə 3, 4 və AD-də 8 elədi. Bunları toplayası olsa, diqqətlə fikir verək. Eləyəcək 12 bölü köşdə 3 də gəl 12. Düzdür. Burada artıq köşdə ikili bir şey yoxdur da. Düzdür. Ona görə bu da yanlış. C-ni işlətmişik hələ ki. Bunları silirəm artıq. Keçirəm ikinciyə baxmağa. Şəkil çox görməmişdim, ona görə təkrar sildim. Yenə də bu şərtlər aktualdır. Yenə də mən nə edirəm? 45 dərəcə deyir. ADB 45 dərəcədir. Bura 45 isə burada 45-dir. Onda təbii ki, bura 90 dərəcə olmalıdır. Burada həmçinin artıq burada 90 dərəcə düşəcək ki, belə bir şey absurddur. Eybi yox, şəkildə qüsur var. Əslində belə bir şey mümkün deyil uşaqlar. Sadəcə sualın tərtibində yanlışlıq olub yəqin ki. Eybi yox. Biz davam edək. Baxaq görək, nəsə uyğunlaşdıra bilirikmi? Burada bir dənə 4'ümüz var da əlimizdə. Məcburuq da belə yazmaq, amma yenə deyirəm, məntiqsizdir bu, biraz yanlışlıq var. Düzbucaqlı trapesiyadır deyirdisə, mən artıq bura yazmalıyam 45. Burada olacaq 45. Tamam, yazaq. Görək nə olacaq. Problem yoxdur. Belə olanda əla, düzəldi. İndi nə edərəm? Mənə nə vermişdi? Bura 4'dür. Bura 4'dürsə, burada 4'dür. Çünki bərabər yanlıqda bu düzbucaq, üçbucaq. O zaman hipotenuz, yəni ki, burada gördüyümüz BD, onlar 4 köşdə 2. Onda bu da 4 köşdə 2'dir. Onda AD-ni tapmaq üçün 4 köşdə 2'ni köşdə 2'yə vuraram. O da bizə verər 8. AD 8 olmalıdır. Yaxşı. Daha sonra perimetrə baxın bir dənə. 4 köşdə 2, 4, 4, 8. Toplayası olsam 16 üstə gəl 4 köşdə 2 eləyir həqiqətən də. Ona görə Y variantı gedir ikinciyə. Başqa bir şey getmədi də uşaqlar, düzdür. Çünki nə BC-ni biz 2 köşdə 3 almalı, heç bir şey uyğun olmadı. Yəni siz özünüzə nəzarət edin. Nəsə problem olsa mənə deyin kommentlərdə. Deməli, yenə də yeni şeylər edirəm. Üçüncüyə baxıram. Deyir ki, ADB 60 dərəcədir. Bura 60-dırsa, burada 60-dır. Onda burada 60-dır. Bu hissəyə baxaq, 30. Onda bura 60. Daha sonra nə edərəm? Bura 4-dürsə, 60'ın qarşısı 4. 30'un qarşısı 4 bölü 3'dür. Hipotenuz 8 bölü 3'dür. Onda burada 8 bölü 3'dür. Onda burada 8 bölü 3'dür. Bir şey fikirləşirəm. Mən deyəsən birincini yazanda bayaq səhvli eləmişəm. Eyb yox. AD-ni biz 8 kökdə 3 bölü 3 aldıq. Belə bir variant yoxdur. BC-ni 4 bölü 3'dür aldıq. Onda BD 8 bölü 3'dür. Yəni 8 köşdə 3 bölü 3 C variantı ilə 3-cüyə aiddir. Mən birincidə bayaq səhvli eləmişəm. Gəlin bir də birinciyə bir də baxaq. Birincidə mən nəyə səhv yazmışdım ki? ADB 30 idi. Onda burada 30 olmalıydı. Sonra onda bura 60'dır. Bura 30 düşür. Burada nə düşür?
60, 120 düşür. Düzdür. İndi nəsə, baxaq görək nə var. 30-un qarşısı 4-dürsə, 60-ın qarşısı 4 kökdə 3 olacaq. Hipotenuz o zaman olacaq 8. Onda burada 8-dir. Onda biz buradan hündürlüyə endirərək əslində AD-ni tapa bilərik. Bərabəryanın üst bucağı hündürlüyə endirəndə bilməliyəm ki, o 60-60 olaraq bölünəcək. İndi əgər hipotenuz 8-dirsə, 30-un qarşısında 4 durar. Onda bura olacaq 4 kökdə üst, 4 kökdə üst. Yəni bütöv AD 8 kökdə üst. A variantı gedir birinciyə. AB 8-dir, getmir. BS 2 kökdə 3-dür. Bu da getmir. Belə yəni. Bu cür oldu. Uyğunluqlar tək sizin yox, elə mənim də ən sıxıcı hissəmizdir, təəssüf ki. Burada şagirdlərimi izah eləyəndə qalıb, onlayn dərsdən elə üstündən sizə izah eləyim, aydın olsun. Deməli, deyir ki, A, B, C 3 də müsbətdir, 0-dan böyüdülər. Deyir, bunun olduğunu isbat elə. Burada Koşi teoremi devrəyə girir. Koşi teoremi nədir? Kişi deyir ki, 2 ədədin ədədi ortası həmişə böyük bərabər olmalıdır həndəsi ortasından. Bunu da çarpaz vuranda alırıq ki, A plus B böyük bərabərdir. 2 kök altında AB. Yadda saxlayın, həmişə böyük bərabər işarəsi olur. İndi mən də eyni şeyi bir dəfə A plus B üçün, bir dəfə B plus C üçün, bir dəfə A plus C üçün yazıram. Hər üçü toplanan üçün. Və bunları tərəf-tərəfə vururam. Tərəf-tərəfə vuranda bunların hər üçü bir-birinə vurulur. 2, 2, 2. Eləyir 8. Kökdə AB, kökdə BC, kökdə AC. Düzdür? Yəni siz yazanda belə yazırsınız da. Yazırsınız ki, A plus B vur, B plus C vur, A plus C böyük bərabərdir. 2 vur kökdə AB, vur. 2 vur kökdə BC, vur. 2 vur kökdə AC. Bu şəkildə yazırsınız. Sonra növbəti mərhələdə, bax, bu sizdən uzatmamaq üçün qısa yazmışam, amma siz isbat prosesində o mütləq yazmalısınız. Ona görə burada təkrar göstərəm. Bunu yazırsınız ki, böyük bərabərdir 8 kök altında deməli AB, BC, AC. Sonra sadələşdirmə mərhələsini də yəni yazmalısınız da. Birdən-birə hardan gəlib çıxdı 8 kökdə 3 kökdə ABC hardan gəlirsə onu da yazmalısınız. Olur 8 vurulsun kök altına A kvadrat, B kvadrat, C kvadrat. Sonra təbii ki, burada bu köklər gedəcək. Son olaraq yenə də həmin ifadəni yazırsınız. Yazırsınız böyük bərabərdir 8 ABC. Köklər artıq yoxa çıxmış olur. Bu da bizim isbatımızın sonu deməkdir. Beləliklə bir videonun daha sonuna gəldik. Videonu axşam çəkdiyi üçün biraz uzun ola bilər. Biraz suallarda sizi yormuş, gözlətmiş ola bilərəm. Üzrü sayın o mövzuda əziz şagirdlər və mütləq şəkildə öz rəylərinizi, şərhlərinizi bildirməyi, fikrinizi bildirməyi unutmayın. Hələlik görüşənədək.